Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halaikil ecma'in. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin Ebil Kasimi Muhammed ve alihi teyyibine tahirin ve lanetullahi ala a'daihim ecma'in minal ana ila yevmiddin. Amma ba'd. قال الحكيم في محكم كتابه الكريم بسم الله الرحمن الرحيم إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. Usikum ibadallah ve nefsim takvallah ve nazime emrikum. İnşallah hem sizi hem özümü davetlerim ilahi takvaya ve işlerinizden nazim nizamız olsun. Bugünkü bahsim Müslümanın boynunda olan hakkı ve müminin boynunda olan hakkı. Çok güzel ve lazımlı bahslerden biridir. Hazreti Peygamber Xuda sallallahu aleyhi ve sellem buyuruyor ki Hakkul muslimi alel muslimi hamsun. Müslümanın boynunda 5 tane hakkı var. Ki tabidir bunların hamısı takvadan sonra gelir. Buyurur, Raddus salam. Birinci, Müslümanın salamının cavabını qaytarmalıdır. Özü də bilirsiniz, İslamda, bizim fikrimizdə salam vermək müstəhəb bir əməldir. Amma cavab qaytarmaq vacibdir. Hətta salam vermək o qədər gözəl bir əməl sayılır ki, Peyğəmbərdən rivayət var, şeytan 4 dəfə qışqırıb. Bunun qışqırığı bütün aləm eşidib. Onun da birindən möminlərə salam verəndə, xüsusən də salam verəndən sonra müsafahə deyərlər, əl-ələ görüşmək. Şeytan deyir, öz balalarına deyər ki, mən zülümlə cəmaatın arasında təfriqə salaram, düşmənçilik salaram. Bunlar görüşəndə bir-birinə əl verərlər, o düşmənçilik bunların arasından götürürlər, məhəbbət qonar. Çünki salamda bir dənə məhəbbət var. Əgər bir nəfər bir adama salam verirsə, bunun mənası odur ki, o adamın qəlbində sənə qarşı məhəbbət var, hörmət var ki, səni dindirir. O cavabını almağın həm fikri cəhətdən vacibdir. Rivayət cəhətdən də deyir, salamın 70 savabı var, onun biri verəndə 69'u cavabı alanıdır. Gör nə qədər salamda savab var. Müslümanın haqqı olaraq da Peyğəmbər birinci salam verməlidir. Dedi, haqqı bu üçün Müslümanın görəndə salam versin. Həzrət Peyğəmbər də həmişə hamıdan qabaq Müslümanlara salam verərdi. Uşaq, böyük, fərq qoymazdı. Hətta məsələn Peyğəmbərin dinini qəbul eləməyən Peyğəmbər salam verərdi, hamıya salam verərdi. Özü bilirsiniz də bizim Peyğəmbər Quranın dediyinə görə İslam dininin yaymasının əsas səbəbi Peyğəmbərin gözəl əxlaqı olub. Allah Quran-ı Kərimdə də deyir ki, sən böyük bir əxlaqa maliksən. O nağıldır deyirlərlə, qılıncla dönmə müsəlman, o birisi. Müsəlmanlar heç vaxt dava cəhətindən, yəni heç vaxt müharibə cəhətindən bir-biri ilə nədir? İslamı qəbul eləməyiblər. İslamın məntiqin görüb və həmin məntiqin qabağında təslim olublar. İkinci buyurur ki, və iyadətül məriz. Xəstənin yanında gedib oturmaq. Allah bunun öz gözəl etikaları var. Xəstənin yanına gedəndə çox oturmayasan, əlində bir şey yaparasan, xəstəyə ürək dirək verəsən, elə onun məsələn ürək, onun sifətinə baxanda deyəsən ki, sağlamlıq tökülür sənin üzündən, bu cür. Və əlavə də bizim bir rivayət varımızda buyurur ki, 5 şeyə görə, bəzi rivayətdə 7 şeyə Cənab-ı Cəbrail arzu edib çaşmən insan olaydım. Mələk olmaydım. Cənab-ı Cəbrail bilirsiniz də Peyğəmbərdən, Allahdan vəhyi alıb rəsul Peyğəmbərə çatdıran bir dənə mələkdir. Bu adam, bu varlıq özü arzu edib ki, çaşmən insan olaydım. Neçə şeyə görə arzu edib çaş insan olaydım? Onun biri odur ki, deyib xəstə yanında oturaydım. Ki xəstəyə dəyirdim. Hətta rivayət var. Xəstə yanından insanlar gedir, dəyib, qayıdıb evə gedəndə mələklər deyir ki, xoş olsun. Sənin hər addımın cənnət qapısının açarlarıdır. Sənin hər addımın cənnəti sənin üçün açır və cənnət mələkləri sənin üçün dua eləyir. Və itba'ul cənazə. Üçüncü, Peyğəmbərin şeyi budur ki, bizə vəsiyyəti müsəlmanın boyunda deyir, cənazə ilə gedər. Baxın mənim əzlərim, indi yaxşı pis mən onu mətrəh eləmirəm, məsələm budur. Ancaq çox təəssüflər olsun ki,
o önünü bastıranda lazım olan meselelerin heç birisi bu günləri Peyğəmbər deyən kimi deyil. Biz bu günləri bir gedirək, bilim bastırmağa. Risaleye baksan, fiqhə baksan, hədisə baksan, Peyğəmbər şəriətindən uzaqdır. Mesela Peyğəmbər deyir, dünyadan gedən adamın birinci maraqlanmasının kimə borcu var? Bunun namazları nə yerindədir, orucu nə yerindədir? Ondan sonra bunun haqqında möminlər dua eləsin. Hərə bir iş görsün, biri qəbir qazmağa getsin, biri təşkil canlısı, yəni şeylə məşğul olsun, kəfən biçməklə məşğul olsun. Amma biz nədir? Biz bunların heç birisinin hayında deyilik. Hamısı məsələn nədir? Gedək məsələn orada görükək, qoy ev yəsi bizi görsün. Oraya görsən məsələn, fikir verirsiniz, elə 2-3 nəfər qəbir qazan torpaq tökür. O birisilərin biri əlini atıb neynəsin? Lapatdan götürsün, torpaq töksün, yox. Ya 2 nəfər ya ağsaqqal ya qarasaqqal fərq yox deyə, gəlin mollanın yanında otursun ki, kəfən kəsməyə qoyun, mən də baxım, əlimi atım, müqaçına bir şey kəsim. Sanki elə bil, məsələn, biz bu şəriətdən qaçırıq, icbara çeviririk. Məsələn, qəbir qazmaqlar, mən uzun müddətdə mollalıq eləyirəm. Bir zaman, məsələn, Göytəpədə mən gedib, evdən gedib, meydin yanına çatınca, ev yəsinin yanına çatınca, cavan uşaqlar gələr ki, qəbri qazlıq hazırdır. Amma indi pulsuz qəbir qazan yoxdur. Hökmüncə gidirsən, 2-3 səfər tapasan, aparıb qəbirəstanına da pul verəsən, bastırasan. Artıq görsən, o dəyərlər bizim aramızda ölür. Hüzürə də məsələn gedirik, orada məsələn pul yazdırmağa, lazımdır bu kömək. Amma hüzürdə bu qarşı tərəfin üzündən qəmi götürmək. Odur ki, yemək hüzürdə haramdır. Amma sadəcə Peyğəmbər buyurur ki, 3 gün bu işi görməsiniz yaxşıdır. 3 gündən sonra nə qədər istiyorsunuz oturun orada yiyin dənə, bir gün 4'ə salın. Ama görsən biz, və yaxud məsələn Quran oxumaq. Baxın, bizim böyük alimlərimiz balaca iş görməyiblər. Sovet hakimiyyəti dini aradan aparandan sonra bunlar gətirirlər Quranı salıblar qəbirəstanlığa ki, Quran aramızda qalsın. Çünki hamının dədəsi öləcək, Quranla heç kim iş olmayacaq. İndi Sovet hökuməti dağıldı. Biz Quranı qəbirəstanlıqdan çıxarda bilmirik. Bir də toyda Quran oxusuq bizə gülərlər. Uşağa ad qoyanda Quran oxusuq bizə gülərlər. Önce burada lazımdır, uşağa ad qoyanda Quran oxuyasan. Uşaq əskəri salırsan, uşaq əskəri yollayır o. Musiqi gətirir, yaraq gətirir, Quran gətirir. Baxın, artıq biz varunu olmuşuq, alt üst olmuş. Adam danışında da ehtiyatlıdır, bundan müsibətdir bizim başımıza gəlir. Biz niyə dinlə bu dəqiqə sürətlə uzaqlaşırıq, amma adını da din qoyuruq. Mesela yaşlı adam özünə ad günü keçirir, yubiley keçirir. Quran oxumaq əvəzinə içki gətirir, yaxud sintizator gətirir, mahnı çatdırır, oyun oynatdırır, tol kəstirir, tortun vaxtıdır. Hətta artıq iş oraya gəlir, İmam Peyğəmbərin də ad günü məsxərə edirlər, bir yekə tort gətirirlər, orada da bir əyləncə qururlar, bir mahnı qururlar, görsən orbitindən çıxır. Məhsiyələr də indi musiqi tonunda deyirlər, artıq məsələn lazımdır ki, bunlarla mübarizə aparmaq ki, heç olmasa nədir, dinin mahiyyətini biz qoruyaq. Quran qəbirstanlıqdan çıxartmaq lazımdır. Bu mənada gedib Quran qəbirstanlıqda oxumaya yox, orada oxuyaq. Müsfaiz. Çünki bəhanə gətirmək lazımdır. Biz bəhanə axtarmalıyıq ki, Quran oxumağa. Bəhanələr gəzməliyik ki, Quran oxumağa. Məlum oldu, məsələn, uşağı birinci dəfə məktəbə yollayırıq, Quran oxuyaq. Süfrə açırıq, o süfrədə Quran oxuyaq. Onun sınıfı qutarıb Quran oxutduraq. İnüstə gidib Quran oxutduraq. Çünki bu Allahın bizə məktubudur da. Bizim aramızda indi artıq belə şeylər itib. İndi təşkili cənazə. Cənazədə gedirsin sən Allah. O molla yazır Ər-Rəhman oxuyur, özünü öldürdü. Arxadan 200 nəfər ona cavab verir, yox. O da getdi aramızda, Ər-Rəhman da getdi. Oxuyan yoxdur. Məclislərdə məsələn görsən, söhbətə qulaq asan yoxdur. Hamının başı qarışıb nədir? Misal üçün öz problemini elə bilirlər ki, 10 dəqiqə məclisdə mən öz problemini həll edəcəm. O cür deyil. Müsəlmanın boynunda odur ki, və itibaq cənazənin dalınca gedə. Məsələn, Allah, Lənkəran cəmaatının gözəl bir adəti var da, biz asfaltdan gedəndə görürük, o da yavaş-yavaş azalıb. Bütün maşınlar saxlayar, maşınlar düşərlər, qaça-qaça gəlib, cənazədən yapışarlar, 5 addım gedərlər, sonra gəlib maşını sürərlər. Valla bizim tərəfdə üstünə sürür mollanın maşını. Meydin üstünə sürsə də o nə gedmən gəlirlər. Artıq bunlar təbliğ olunmalıdır. Belə deyil ki, məsələn, biz dəyərləri qoyaq, kənar elə bilər bir şey qazanacaq. Yox. Dördüncüsü buyurur ki, və icabətü dəvə, yəni səni süfrəyə çağırır, orz aşçıya çağırır, qonaqlığa çağırır. Bu süfrələrə səni dəvət edəndə sən də müsəlman, bizim boynumuzda haqqımız ya, biz də onu qəbul edək, gedək onun süfrəsinin başında əyləşək. Və başqa bir yerə sənin mümin qardaşın dəvət edəndə buyurur, bu haqqıdır ki, gedək o süfrənin başında oturaq. Və təşriyyətül atis,
və təşəmmiyyətul atis və askıranda ona deyəsən afaçalı. Biz deyirik ki, sağ ol, sağ ol deyirik. Onun gözəldir, sağ ol da sözdür, ya sağlam ol da sözdür. Amma elə onun mənası budur. Məsələn, bir nəfər askırdı, qaydası budur. Biraz orada mən ola bilər o anlayan səhv salam, amma qaydası normal şəkildə budur. Askıran adam özü deməli ki, Elhamdülillah, Rabbil Aləmin. Eşidən adam ona deməlidir ki, yərhəməkallah, Allah sağ rəhm eləsin, biz deməli sağlam ol. Eşidən adam deməli ki, yərhəməkallah, elə sağlam ol. Bu cavabında təzdən o deməli ki, afakallah, Allah səni də nədir sağlam eləsin. Bəs biz deməli ona, yərhəməkallah, afakallah. Hətta mühümdür ki, gəlib rivayətə çıxır da deyəsən, müsəlman yanında askıranda gəl ona deyəsən ki, sağlam ol ya deyəsən ki, Allah sənə nədir? Rəhm eləsin. Bizim ustadımız indi olmayan yadımdan gəlir də, Allah Əhməd dünyanızı ruhu şad eləsin, ruha bilə salavat deyək. Onun gözəl sözlərindən biri budur ki, deyirdi ki, mən tərcüm edirəm, niyə insanlar askıranda bu rivayət gəlib sağlam oldu, cəhərəndə gəlməyib. Çünki rivayət var, bizdə adam askırdı 3 gün ölməyəcək. Askırmaq buna sağlamlıq əlamətidir. Amma çox üzr istəyəm, cəhərmək mədəni xəstəlik əlamətidir. O deyək ki, biz cəhərəndə birimizə deyək ki, sağlam ol, yəni ki, özü nədir? Müalicə elə. İndi müminin boynunda haqqı, müsəlmanın boynunda haqqı dedim. Lil-mümin ələl-mümin Cəfər Sadiq deyir, tez-tez oxuyuram, vaxt soğalım, amma gözəl eşidilərsə, hədislədir, amma lazımdır da. Bunlar lazımdır, gör İmam Cəfər Sadiqimiz nə deyir bizim? Deyir, lil-mümini ələl-mümini səb-ı hüququ, müminin boynunda 7 hüququ var. Vacibətunullahu minəllah. Bu hüquq Allah'tan müminin boynunda vacibdir. Sailuhu annasun ofiha. Qiyamətdə soruşacaq ki, bu 7 dənə hüququna neynədir? Yəni, bir-birimizə deyəcək, mümin ediyoruz, neynədir? Birincisi nədir? Birincisi, iclalullahu fi ayni. Mümini gözündə çox böyük gör. Açın bir söz, ya, mümin gördün, gözündə böyük gör. Bu nə olacaq? Demək, təkəbbür eləməyəcəksən mümin qardaşına görə. Ücub da eləməyəcəksən, özü də bəyənməyəcəksən, təhqir də eləməyəcəksən, onu ikisi də saymayacaqsan. Bir də əgər mümini gözündə böyük görsün, bu kifayət eləyər ki, sən o mümini əzəmətli tutacaqsan və təbii ki, özün də nədə əzəmətli olacaqsan. İkincisi buyurur, vəl-vaddulahu fi sadri, qəlbində mümini sev. Belə olmaz, yanında onu təriflə ki, duyanda dalıca danış. Ya məsələn, özün məsələn ona verdiyin söz, onun yanında danışdığı da nədir? Tərifi də neynəcinən? İkrah özündən deginən. Belə şeylər çox görüşür, ancaq indi cümə günüdür, mən qısadır bu bəhs eləmirəm. İnşallah açanca rast gələr, bu bəhs eləyərəm ki, bu çox düz bir şeydir. Sən birini tərifləyəsən, dalıca, kənara gedəndən sonra dalıca danışasan. Və müvasatıllahu fi mali. Malında dövlətində onu bərabər biləsən. Yəni, imkan qədər onu əl tutasan. Bilirsiniz, mənim əzlərim. Baxın, əl tutmaq ilə tək o deyir, maddi kömək eləmək. Maddi kömək eləmək bəlkə də əl tutmağın axırıncı yeridir. Əsas əl tutmaq nədir? İşin var möminlərdən, məsələn, çağır deyirəm, bax, işin var, əgər sən nədir? İşləcinən. Ya şərait qur. Məsələn, indi şükür Allaha bu əkimlərimiz var da, məsələn, mömin qardaşlara kömək eləyin, bu əksinlər. O düz deyir, bəzi möminlər var, gələ onların halını tutasan, onlar ilə başına bıraxdın, sənin də sərmayı yiyəcək, qaçıb çıxıb gedəcək. Bunlar heç. Amma bir mömin qardaş, məsələn, ayaq üstə durmaq istəyir, onlara bir kömək eləyin, əl tutun. Və bu, ümumi şəkildə mal kömək eləməlidən daha yaxşıdır, o mal öz yerində. Fikir köməkliyi eləyir. Deyirəm ki, bax, mənim bu ideyam var, sən bunu ilə sonra yaxşı çörək qazanırsan, mənim əlimdə işim var, mən qazanıram, sən də ged nədir? Bu çörəyi qazanırsan. Və ən yuhubballahu ma yuhubbul nəfsi. Bax, özünə nə istəyirsən, uşaqların necə olsun, özün necə olasan, bax, mömin üçün də onu istə. O da o cür olsun. Və ən yəhrimu qeybəti, onun qeybətini haram biləsən, əgər sənin yanında bir nəfərin qeybətini edirlərsə, sən cavab vermisənsə, nə o qeybət eləyən mömindir, nə sən möminsən? Cavab etdirən ki, olsun, nə qeybət eləyirsən? Məsələn, deyir, Həsənin qeybətini eləyirsən, Həsən gündə sənin məscidində, sənin yanındadır, git sözü ona deyir. Dolayısıyla mənim yanında niyə danışırsan ki, nədir? Özü də məsələn günaha salsan, mənə də günaha salırsan. Sonra buyurur ki, və ən yaudu fi mərəzi, xəstəlik vaxt gedib onu yoxlayasan və yüşəyyü cənazədə iştirak eləyəsən. Mən bunu sizə niyə çox dururam? Ki, məsələn, 3-ə gedirik, 4-ə gedirik, bunlar hamısı nədir? 2-ci dərəcəli şeydir. 1-ci dərəcəli şey ki, Peyğəmbər bizdən istəyir,
Eşidəndə biri ölüb, ora qalsın, təşkilsizə şirkət ölür. Qəbir qazmağa gedin, kəfən biçməyə gedin. Əslən, ölü yəsi bilməməlidir, qəbir haçan qazıldı, kəfən haçan biçildi. Ondan sonra meydiyan, suatxana haçan gəldi, heç ona dəyişmək lazımdır. Bir də meydiyəsindən soruşursan ki, yerindir qəbir hardan qazaq. Qalanı cəmaat eləməlidir. Şəriət bu cür istəyir. Ondan sonra 7-ci xüsusiyyət ki, bunu vəla yaqulu fihi bədə mavduhu illa xayrən. Bu da çox acibdir. Belə kim olursa olsun, öldü, Peyğəmbər buyurur, öləndən sonra xeyirdən başqa onun barəsində heç nə demə. Yəni, Allah rəhmət eləsin, yaxşı adamdır. Allah rəhmət eləsin, yaxşı adamdır. Allah rəhmət eləsin, yaxşı adamdır. Bax, bizə məsələn, önünü bastırdıq, deyirik, cəmaat, gəl mövzu qoyun, hansı surəni bilirsiniz oxuyun. Niyə deyirik buna? Peyğəmbərdən rivayət var. Deyir, 40 nəfər əlin qoysa o müminin qəbrin üstünə başladılar hansı surəni oxumağa, İnnə-Ənzəlnə oxumağa. Deyir, bunun mənası odur ki, bu 40 nəfər şahid verir, şəhadət verir ki, qəbirdə yatan yaxşı adamdır. İndi gör Allah nə deyir, gör nə gözəl Allahımız verir, gör Allah nə deyir. Deyir, çünki bu 40 nəfər şahid verdi qəbirdə yatan yaxşı adamdır. O qəbirdə yatanın pis əməllərdə çox olsa, mən o 40 nəfəri qiyamətdə yalancı çıxartmaram, siz niyə əlinizi qoyduğuna şahid verdiniz? Onların hesabına bunu da bağışlayarım. Bundan gözəl nə ola bilər? Bundan gözəl nə ola bilər? Və bu gün də özümüz 25 oktyabr Qubadlının da işğaldan azad olunan günüdür və şəhidlərimizi heç vaxt yaddan çıxartmır. Dualarımızda şəhid və şəhid valideynlərini yad edib ki, bizim həqiqətən də müstəqilliyimizə, ərazi bütövlüyümüzə çatmamıza səbəb bizim qanundan keçən şəhidlərimizdir. Allah onların ruhun bizə duası qərar versin. Dünya və axirət bizi şəhidlərimizin yanında üzü qara eləməsin. Allah'ın rəzəyə, əzəmətinə, böyüklüyünə, müstəqilliyimiz əbədi olsun. Allah bu dünyanın bu çağında bu zalimlərin şərrini öz üzərinə qaytarsın. Sizlər ki, bu gün cümə namazına gəlib sürəyüzdə olan bütün mətləbləri Allah ən gözəl tərzdə sizə əta eləsin. Allah'ın böyle əzəmətinə bilərəkdən, bilməyəkdən olan günahlarımızın üstündən əfv qələm çəksin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. Kul huvallahu Allah samad lam yalid ve lam yulad ve lam yekul lahu kufuven ahad. Allahümme salli ala Muhammedin ve ali Muhammed Muhammed ali Muhammed'e salavat zikredin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Cuma günü de namaza cəm olanların, əmvacına, gedənlər ruhuna salavat. Şəhidlər Allah yanında müqəddəsdirlər, şəhidlərin ruhu bizə duası olan inşallah, cəm şəhidlərimizin ruhuna salavat. İmam-ı zamanı inşallah bizdən razı olar. Dünyadan Muhammed olar. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Fâri'il halâil ecmaîn. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina. Ve habibi kulubina ve habibi kulubil alemine bil Qasimi Muhammed. Ve ala Ali ibn Abi Talib ve ala Fatimete Zahra seyyidetin nisa'il alemin. Ve ala Hasan ibn Ali ve Hüseyin ibn Ali ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Zafer ibn Muhammed ve Musa ibn Zafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Qaim ibn Mehdi. Amma ba'd faqala al-Hakim fi muhkamil kitabil kerim. Bismillahirrahmanirrahim. Vel asr innel insana lefi husr. İllellezine amanu ve amilussalihat ve tevasav bil hak ve tevasav bis sabr. Usikum ibadallah ve nefsi bi takvallah ve nazm emrikum. İnşallah hem özümü hem size davetleyirəm ilahi takvaya ve nazm nizamımız olsun. Rüviyani Nebi sallallahu aleyhi ve aleyhi ennehu nazar ilə bazı ətvar. Hazreti Peyğəmbər buyurdu ki, öz vaxtında elə, bəzi uşaqlara baxdı, uşaqlara. Fəqala, dedi, vaylulli övladı axirə zaman, vay olsun axirə zaman övladların halına. Min abahim, atalarının əlindən. Birə, ya Resulallah, min abahimin müşrikin. Dedilər ki, ya Resulallah, müşrik atalarının əlindən. Fəqala, la, Peyğəmbər dedi, yox. Min abahimli müminin, mümin atalarının əlindən.
La yuallimunhum şey'un minel feraiz. Dedi ona göre o mümin atalar uşaqlar həddi buluğa çatınca qədər onlara vacibatdan heç nə öyrətməzlər. Baxın, idmandır. Mesela neçə şeydir ki, Peyğəmbər deyib ki, vacibdə ata övladını öyrətsin. Biri üzməkdir, biri ox atmaqdır, biri at sürməkdir. Bunlar vacibdə ata öyrətsin uşağa. Mesela yanında aparsın, dənizə üzməyi öyrətsin. Ondan sonra maşın sürməkdir, indi at sürmək yoxdur, maşın sürməyi öyrətsin. Bu mənim üstündən deyirəm. Və bizim bir uşağın bu gün məsələn biz idmana getmənin əleyhinə deyirik, gedir musiqiyə bunun əleyhinə deyirik. Bunların hamısı öz yerində. Amma niyə yalnızca düşünmür ki, uşaqlarımızı bəs Quran kurslarına da göndərək? Quran axırıncıya qalıb. Peyğəmbər də onu deyirdi. Deyir, Quran öyrətmək, fəraiz orada, yəni vaciblər qalıb axırıya. Bütün uşaqlarımız üçün hər şeyi fikirləşirik. Amma gəl nədir? Onun dünya və axirət xoşbəxtliyini təmin edən Qurandan uşaqlarımızın əli uzaq saxlamışıq. Odur da məktəbdir. Mən məktəb vaxtı uşaqları, məsələn, özümlə məktəbli uşaq yanıma gələndə deyərəm, yox, saxlayın 3 ay yaya. Çünki belə olmasın ki, elə biz bilək ki, bu Quranı oxusun, elmdən uzaq olsun. Bu da mənfi bir xüsusiyyətdir. Quran oxu, elmdən, müasir elmdən uzaq olcudan, bu da bizim dərdimizə dəyməz ki. Müasir elmin bunu oxusun, 3 ay yayı var, 3 ay yayda nədir? Quran kursuna geçsin, ya həftədə bir bazar günü var, onun istirahatına mani olmamaq şərtilə nədir? O Quran kursuna geçsin. Onu Peyğəmbər onu dedi, atalar, övladların vacib məsələləri barəsində çox fikirləşməzlər. Və izə təalləmu ovladahum mənəuhum. İndi əksi, övlad özü istəyər gedə öyrənə, deyər ki, nədir? Valideyn qoymaz. Belə şeylərlə məşğul olma, get məsələn o birisinə, bu birisinə. Quranı geriliyi bilər. Din dərsini oxumağı geriliyi bilər. Da belə də olmasın, burada bizim də zehnimizdə belə bir şey var. Biri din dərsinə gedən kimi zehnindən keçməsin, mən bunu molla olmağa gedirim. Yox, qardaşım, mollalığın da mollalığı ki, molla var kəndəvərsində. Həkim ol, dini bil. Ondan sonra müəllim ol, dini bil. Məsələn, adi işçi ol, dini bil. Yəni, dini bilmək, hatta Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, məsələn, fiqhi öyrənməmiş, yəni risaləni oxumamış ticarət eləmir. Çünki bilmədən də nədir? Gedərsiniz, ticarət-i rəbəvi deyərsiniz, salam ticarətinə düşərsiniz. Amma hər bir şeydə nədir? Adam gərək dinin bilən. Və vəzəlanhum və rəzvanhum bi ərzi yəsirin minət dünya. Dünyadan biraz gəlirləri olsa, keçinməkləri olsa, valideyn razı olar, deyər, bəslədə qoy, yesin, içsin, elə yaşasın. Biz də yedib üçün yaşayırıq, nə mənası var bunun? Başqa varlıqlardan bizi ayıran nədir? Biz cənnət üçün hazırlaşırıq. Heyvan da yeyib içir. Onlar sərhəd gözləmir. Bizim yeyib içməyimizin sonu nədir? Çünki biz bu dünyada yeyiriksə, içiriksə, nə yeyiriksə, bir şey yaddan çıxartmayın, cənnət üçün hazırlaşırıq. Əbədi yerimiz üçün hazırlaşırıq. Buradakılar da hamısı nədir? Bağışlayırıq, hədiyyə edirik, ehsan edirik, həccə gedirik, ümriyə gedirik. Bunların hamısı ahirətimizi nədir? Hazır deyir, amma məsələn, dünya ilə bərabər ahirəti qazancın, bax, budur. Ondan sonra buyur, fəəmən minhum bəriun və hum minni bəriun. Peyğəmbər bu cür valideynlərdən mən bezmişəm, onlar da məndən bezir. Rivayətin mənası açıqdır, bir nəfər bütün işləri görür övladı üçün, ona Quran öyrətməyə, bu Peyğəmbər deyir, bu da məni yadına salmayıb da. Bu gəlir nədir, birinci növədə nədir? Məni yadına salsın. Görməsən, Peyğəmbər deyir, bir adamın 2 dənə oğlu ola, birinin adım mənim adım qoyulsun. Peyğəmbər istəyir də, bizdən istəyir ki, nədir? Ümmətin içərisində onun adı yaşasın. Şükür Allah, məsələn, bizim aramızda onlar var. Bəs bu yedişi bizim əzizlərimiz. Bəs müasir dünyanın bütün reallığı ilə. Məsələn, uşağı aparın, qoyun, kompüterə qoy, kompüteri gözəl öyrənsin. Deməyin ki, nəzən bu telefonda pis şeyə baxacaq. Yox, o pis şeyə baxmaq, onu təbliğ elə. Amma onu, məsələn, bu uşağın əlində telefon olacaq, pis şeyə baxacaq, onu telefondan ayırmaq, belə uşağını məhv eləməkdir. Məktəbdən ola var, uşaq məktəbə yerindən də telefon vermir. Amma müasir dövr nədən ibarətdir? Onu uşaqlarımızı öyrədər. Peyğəmbər onun da yanında nədir? Quranı da və vacibləri də uşaqlarımızı öyrədin. Allah'ın belə bu cümə günü. Bütün sizli mənim istəklərimiz var burada. Xeyir olsun. Mətikdən xaric olmamış günahlarımızı Allah bağışlasın. Ölənlərimizi, valideynlərimizi, şəhidlərimizi Allah qəriq rəhmət eləsin. Cəbhələrdə, səngərlərdə bizi qoruyan əskər və zabitlərimiz Allah İmam Zaman Pənanda hifz eləsin. Allah İmam Zamanın zuhurunu təzir eləsin. Bizi də bu cücüvarın köməkçilərindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. Qul huvallahu hadallahu səməd ləm yəlid və ləm yulad və ləm yekullahu kufuven əhəd. Allahümme salli